Sponsor Kristal Ticaret Mərkəzi. Efirimiz davam edir. Hal-hazırda canlı yayımlanırıq. Nəzərinizə çatdırım. Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova studiyamızın həkim qonağıdır. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında fəaliyyətini davam etdirir. Müraciətlərinizi edə bilərsiniz. Aytən xanım, xoş gördük sizi. Necəsiz? Xoş olsun, yaxşı olasınız. Necəsiz? Teşekkür edirəm. Qan şəkərinin yüksəlməsi ilə gedən bir xəstəlik. Bəli. Şəkərli diabet. Orqanizmdə bütün mübadilə proseslərinin pozulmasına səbəb olan diabet ölümcül ola bilərmi? Bax, bu sual şəxsən mənə maraqlı olduğuna görə düşündüm ki, bir çox tamaşaçılara da maraqlı ola bilər. Mən istəmirəm ki, xəstəliklərin adını çəkərək, onlar haqqında məlumat ötürərək insanlarda qorxu yaradaq. Xeyr. Amma bəzən də sonunda bir ölüm və ya təhlükə, orqanizm sağlamlığının itirilməsi, bərpa olunmayacaq bir məqamların olduğunu zamanında vurğuladığımızda mən düşünmürəm ki, onlarda qorxunu formalaşdırmış oluram. Tam tərsi, insanları rutin kontrola yönəldib, məlumatlandıraraq, doğru həkimə, ünvanı doğru göstərərək insanların sağlamlığını bərpa etməsini düşünürəm ki, köməkçi ola bilərik. Nə deyə bilərik? Şəkərli diabetlərə nələr məsləhət görürsünüz? Baxın, bu sualınız çox gözəl bir sual oldu. Biz bu mövzu haqqında çox danışmışıq. Yəni bizim və hər dəfə qayıtdıqca yeni bir bilgilər alırıq. Amma mən bunu bir qısaca yox, bir xatirə ilə istəyirəm, danışmaq istəyirəm. Demək, haradasa 2004-2005-ci illər mənim o interna rezidentura belə deyən vaxtlarımdır və həmin dövrlərdə belə bir 4 nömrəli Əfəndiyev adlı xəstəxana və bunu el arası səhv etməmizə Kəndçilər Xəstəxanası adlandırırdılar və orada böyük bir endokrinoloji şöbə var idi. Və mən endokrinologiyada ilk dəfə ora gedən kimi, mən sizə səmimi deyirəm, indi bir həkim kimi yox, mən o tələbəlik illərimi yadıma salan bir tələbə kimi yadıma salıram. Mənim orada ən qorxduğum, bax, o siz deyirsiniz, ölümlə nəticələnə bilərmi? Mən o şöbələr içərisində birinci dəfə o şöbəyə girəndə çox qorxdum. Niyə qorxdum? Mən sizə bir söz deyim. Belə bir el arası söz var, deyir, ölməkdir, xırıldamaq nə deməkdir? Təsəvvür edin, mən orada nə gördüm? Mən orada ayağı amputasiya olan pasiyentlər gördüm. Mən orada koma ilə gələn pasiyentlər gördüm. Mən orada böyrək ağırlaşması ilə, dializlə, əl, ayaq şişmiş, üst şişkinləşmiş pasiyentlər gördüm. Və mənim xatirəmdə mən diabeti həmin dövrdə çox qorxduğum, mən sizə səmimi deyirəm. Yəni, ümumiyyətlə, insanların ən qorxduğu xəstəliklər var, onkologiya və onkologiya idi də, məsələn belə. Təbii ki, orada da biz olduq. Amma mən diabetdən o qədər qorxmuşdum ki, mən düşünürdüm ki, şəkərli diabeti olan, bax, belə olmalıdır. Yəni, mən düşünmürdüm ki, şəkərli diabeti olan bir insan adi bir həyat sürər, uzun bir davamı, səmimi deyirəm. Yəni, bu qorxutmaq bir istəmirəm. Mən pis tərəfi danışım ki, yaxşı tərəfi də, necə deyim də, bir önə çıxardım. Amma o illər keçdi. 2004, indi 2022-ci il və 20 il üstündən keçibdi. Və mən 20 ildən sonra mən nə deyə bilərəm? Şəkərli diabet pasiyentləri haqqında. Mən deyim ki, indiki pasiyentlər həmin pasiyentlərdir. Bəlkə həkimlər dəyişib. Baxın, nəinki həkimlər. Bəlkə tibbdə dəyişiklik var. Baxın, İlhamə xanım, tibbi siz dediniz, həkimləri siz dediniz. Gəlin mən də deyim ki, maariflənmə.
mən sizə deyim ki, efirlər, mən sizə deyim ki, sosial, yəni məlumatlar, mütailə, mən sizə inandırım, mən sizə səmimi deyirəm. Bu, biz həmişə diskussiya eləyəndə elə olur ki, bir-birimizə zid olan mövzular deyirik. İlhami xanım birini deyir, mən ikisini deyirəm, bir-birimizə zid gedirik, o ola bilər. Amma mən bu verilişdə ziddlər yox, belə deyə bir dava etməyəm, mən sizə səmimi deyim. Efir və sizin də bu sayədə çox, necə deyim də, az bir rolunuz olmadı və şəkərli diabet haqqında mütaliələr, efirlər, deyilən məlumatlar indi öz, necə deyim də, bəhrəsini gördü. Və mənə indiki dövrdə gəlir ki, həkim gəlir ki, yoxlatdırır ki, niyə yoxlanırsınız? Deyir, doktor, düzdür, heç bir əlamətim yoxdur, heç bir ağızda quruluq, pasiyentin sözünə baxın, mən sizə pasiyentlərin sözünü deyirəm. Düzdür, məndə heç bir əlamət yoxdur, ağızda quruluq yoxdur, sidəyə getmək yoxdur. Amma mən bilirəm ki, şəkərli diabet həyat tərzidir və mən nəzərə alaraq ki, məsələn, genetikamda atamda diabet olub, mən sadəcə yoxlamaq istəyirəm. Bu pasiyentlər bir deyir məndə, iki deyir və yaxud da ki, doktor, belə bir narahatçılıq oldu, gəlin bir yoxlayın mı, birdən mənə diabet doktor, olar. Doktor, 10 milyonda neçə nəfərdir ki? Valla, indi... 50-100 nəfər. Baxın, heç deməkdir. Bilsiniz necə, İlhamə xanım? Yəni ki, baxın, indi hər bir insan, yenə də deyirəm, mən illərimi müqayisə etdikcə, mən sizə, valla səmimi deyirəm, mən sizə yenə də o bilməyənlər, məsələn, keçən dəfə bir pasiyent gəlibdi, təsəvvür edin, talasemiyalı bir uşaq və talasemiya diaqnozu olanları, məsələn, onlar özləri bilirlər, onlarda diabet riski çox olur, onlar tez-tez qan köçürülür, onlarda yəni diabet riski çox olur və həqiqətən bu cür uşaqlarım çoxdur. Baxın, talasemiya, bu haqda biz danışmamışıq, talasemiya olan uşaqlarda diabet riski çox olur və talasemiya olan uşaqda şəkər görüncə, İlk olaraq, gəlin biz belək də, yəni heç kəs inciməsin, var ixtisasçılar, var adi 6 illik instruktoranlar var 4 il üstünə rezidenturanı oxuyur, var necə deyim də doktorluq, yəni var insan, həkim var ki, oxuya gedir. Yəni, bunu necə deyim də, təvazökarlıqdan uzaq olsun, bunu nə özümü tərifləyim, sadəcə bu dünyada da belədir. Məsələn, talasemiya olan pasiyent, uşaq, 4 il ərzində şəkərli diabet diaqnozu qoyulubdur. Bu, belə deyim də, məsələn, bəlkə də özü eşidər mənim pasiyentim, Qazax rayonundan gərək bir qismət olar gələsinə, mən istəyərdim o pasiyentləri də bir danışdıraq, düzdürmü? Belə bir, mənə elə daha maraqlı olar ki, biri var biz danışırıq, biri var pasiyentlərimiz qoy danışsınlar ki, yəni insanlarımız görsün. Və 4 il talasemiyalı uşağa insulin təyin olunubdur. Və bu uşaqda 4 il ərzində şəkərlər necə olur? 300, 400, 250, məsələn, anası deyir ki, doktor, mən çox nadir halda 150 görmüşdüm. Biz neynədik? Yoxladıq. Bizdə müayinə şərtdir, İlhamə xanım. Yəni, bizdə elə deyir ki, üzümüzə baxdıq, necə deyim, təyin etdi, düzdür, var endokrinoloji xəstəliklər ki, dəri ilə ilkin diaqnoz olur, amma bizdə müayinə şərtdir. Bizdə bir-iki dəyərli izləyicilərimiz, bizdə, bax, həmişə mən deyirəm, siz, məsələn, gedirlər poliklinikaya, orada nəyə bənzir? Uçotda çoxdur pasiyentlər, düzdürmü? Elə bilin ki, həkim orada qapı döyülür, dərbanına alınır, gedir. O müayinə deyil axı. O siz... Xərcə düşməsən müayinə deyil, doktor. Bilirsiniz necə? Gəlin, mən sizə deyim. 2-3 həkim olsun poliklinikada və uçotda nə qədər insan olur? 300, 400 və daha da çox ola bilər. Nə oldu uşağın axırı? Fikrimiz yarımçıq qaldı. Uşağın axırı nə oldu? Uşaqda bədəndə insülin var, axırı nə olacaqdı? Uşağı insülindən çıxartdıq və 4 il insülin... Yanlış idi, yoxsa necə? Yanlış idi, bəli. Kimin səhvidir? Valla, siz bilirsiniz, mən heç vaxt xoşlanmıram. Deontologiya deyilən bir şey var. Doktor, yəni çox hörmətlə yanaşıram fikirləriniz, amma yenə də gəlir, dönüb dolaşır, həkimlərin üzərində durur. Baxın, əgər bugün mənim valideynimdə, əgər şəkər varsa və yəqin ki, həkim yanına gedir. Çünki bu bəlli bir yaşa gəlib çatmış insandır, dediyiniz kimi qeydiyyatdadır. Yəni, valideynim şəkər olsa da, olmasa da, mən həkimə gedəcək qədər ağla sahib olmaya da bilərəm. Məni kim maarifləndirməlidir? Həkim. Amma hansı həkim? Anamın həkimi. Anama deməlidir ki, bax, səndə var, evladında olma ehtimalları var, bəlkə də var, xəbərin yoxdur, bunu kontrola gətir. Çünki əgər o həkim o sözü deməsə, mən o ağla gəlsəm, mən o qənaətə gəlsəm, o zaman həkimi neyinirəm?
Bəli. Düzdür? Bəli. O zaman hər birimiz həkim olaraq. Demək ki, siz həkimlər bilirsiniz ki, ailə hekayəsi varsa, bu ailədə sadəcə şəkərli diabet deyil, bir çox xəstəliklər. Şəkərli diabetə nə qədər? Baxın, pandemiyadan çıxdı. Hansı bir endokrinoloq çıxıb xəbərdarlıq elədi? Şəkərli diabetin var, bunu et, bunu etmə. Ancaq burada mən danışdım. Ancaq mənim dəvət etdiyim həkimlər danışdı. İndi bir-iki kanallarda sağ olsunlar, haradasa müraciətlər oldu. Halbuki şəkərli diabeti olan insanların bir çoxu dünyasını dəyişdi. Niyə? Dedilər, şəkərli diabet, belə az həkimlər var, müalicə edir. Müalicə edirlər. Nə tətbiq edirlər? Steroidlər. Düzdür? Nə üçün eləyirlər? Müalicə üçün. Amma o nə eləyir? Qanında şəkəri artırır. Üstə gəl şəkərli diabet əmsə və nə steroid sağlamlıq üçün vurulacaqsa, nə olacaq? Ölüb gedəcək. Yəni, bu maarifləndirməni həkimlər etməlidir. Deməyim odur ki, həkimlər dəyişib. Zamanında o qədər savadlı həkimlər vardı ki, pasient qapıdan girəndə onu sezirdi. Amma bugün deyir, nə danışırsan? Qəbul sırasında xəstəni görmədən deyir, get bu manələrdən keç, gəl görüm nəyim var. Sən bir mənə qulaq as. Bəlkə heç mən o şikayətlə nə olsun endokrinoloq yanına gəlmişəm. Bəlkə gəlib deyəcəm, Aytan xanım, mənim başım ağrıyır. Siz də deyəcəksiniz, sən get bir nevroloji sahədən keç, sonra gəl. Düzdür, doktor. Reklamlardan sonra davam eləyək. Sizi çox sevirəm. Diqqətiniz ATV kanalında olsun. Omid mağazalarında yeni ilin ilk endirimləri. Türkiye istehsalı Salvanin aspirator. İndi 99 manat değil, 87 manata. Neohot bişirme paneli 129 manata değil, cəmi 99 manata. Omid, xeyirli alışverişlər. Telefon 890. Kəpəyə görə deyil, keyfimə görə yaşayıram. Buna görə də mənim seçimim Head & Shoulders'dır. Kəpək qara geyinmə deyir, mən isə qaraya üstünlüyü verirəm. Yeni Derma & Pure Action formulası ilə 100%-ə qədər kəpəksiz saçlar. Head & Shoulders ilə keyfin istədiyi kimi yaşa. Dərs arasında əylənmək oxumağın kimyasında var. Əylənməyin formulu da Fanta Plus atışdırmalıqlardır. Əla bir oyun da varsa, dostlarınla tarix yazarsan. Bu dəfə zəng Fanta və atışdırmalıqlar üçün vurulur. Sən də dərs arasında Fanta ilə atışdır. Əylən, təkrar et. Hər səhər gözünü açıb möhtəşəm mənzərədən həzz almaq gözəldir. Ömrünü sağlam yaşamaq çox da asan imiş. Övladlarımız da həm əylənib, həm də yeni biliklər əldə edərək gələcəklərini burada quracaq. Şəhərin burulğanı içində çiçəklənən bağlar buradadır. Sizə lazım olan hər bir komforta, hətta daha artığına sahib yaşayış kompleksi. City Garden Nərimanov. Gözləntilərinizdən üstün komfort. İndi Azərlotereyada yeni şanslar səni gözləyir. 200 min və 100 min manat böyük uduşlu yeni poz qazan oyunları. Şans yağışı və göz muncuğu artıq satışda. Şansına inan. Al bir poz qazan. Zamanlı maraqlı və əyləncəli keçirmək istəyənlərin nəzərinə. ATV Plus kabel televiziyasına qoşulmaqla siz istənilən zövqə və yaş həddinə uyğun 125 seçilmiş xarici telekanalı izləyə bilərsiniz. Rəqəmsal yayımlanan əyləncə, idman, futbol, xəbər, uşaq və film kanallarını seyr etməkdən həzz alacaqsınız. Bakı və Abşeronun istənilən nöqtəsindən bizə zəng edin və 24 saat ərzində şəbəkəyə qoşulun. Ətraflı məlumat əldə etmək üçün 996 qısa nömrəsinə zəng edin. ATV Plus, zamanın nəbzi. Mənə böyrək çayı, arıqladıcı çay və immunitet çayı verin. Yaxşı. Onda mən sizə... Hər çay istəmirəm. 100% təbii, ziyansız çay verin. Qiyməti münasib, keyfiyyəti yüksək olsun. Təsirli olsun. Yaxşı. Çox şey istədi. Yox, siz sadəcə Herbaflora istədiniz. Təbii, təsirli, zərərsiz, qiyməti münasib Herbaflora məhsulları. Müalicəli çay alarkən filtr sayı çox, keyfiyyəti yüksək olanı seçin. Herbaflora ilə təbiət hər kəs üçün əl çatandır. Bitki çay alarkən Herbafloranı soruşun. Narahatlığa əsas yoxdur. Sildikcə silinən yeni Fab 5 ulduz boyaları. Faydasını alanlar bilər. Məşhurların seçdiyi məkanda, dəyişilməz ünvanda. Günün sədası görüşünüzə gəlir.
daxillərimizi qarşılayırıq. Onları dəvət etmək istəyirəm, çünki mən onlar üçün çox darıxmışam. Canlı bağlantılar, gözlənilməz açıqlamalar. Həftə içi 5 gün, saat 12-də Manə Ağamalıyevanın təqdimatında, ən baxımlı kanalda. Sponsor Reproduktiv Sağlamlıq Mərkəzi. Xüsusi sponsor Texnomart. Zaur Baxşəliyevdən daha bir sürpriz. Yer yerindən oynayacaq. Gözünüz bizdə olsun. Bu xəbər kimlərin üzünü güldürəcək? Bizimləsən bugün saat 15-də ən baxımlı kanalda. Baş sponsor Prime Hospital. Xüsusi sponsorlar Citizen təzyiq aparatları, Şəfəq Reabilitasiya Mərkəzi. Sponsorlar Sevinç Heydərovanın rəhbərlik etdiyi Regenerativ və Kök Hüceyrə Mərkəzi, Mingəçevir Regional Hospital, Leyla Medical Center, Referans Laboratoriyası, Rəhimə Atəş Fizioterapiya və Reabilitasiya Mərkəzi, Nərgiz Klinika. Ay xala, mən Oqtayı sevmirəm, başa düşürsən? Onun uşağını mən necə dünyaya gətirim? Məni bu vəziyyətə sən çatdırmısan. Ona görə həyatdan düşən payı ona ver. O burada qalmayacaq, mən imkan verməyəcəm. Adam gəlməsə, burada alver olmasa, mən pulumu necə götürərəm, hə? Mən sayıqçı xal olmadım. Bacıma verdiyim sözü tuta bilmədim. Qaçdasən, sənə deyirəm, anam dedi, mən də razılıq vermişəm. Bitib söhbət. Bir Qadın serialı bugün saat 21:30'da ən baxımlı kanalda. Efirimiz davam edir. Təkrar etmək istərdim. Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova hal-hazırda studiyamızdadır. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında fəaliyyət göstərir. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Doktor, diabetli xəstələr nəyi nəzərə almalıdır? Ümumiyyətlə, nə kimi məsləhətləriniz var? Reklamlardan sonra biz davam edirik. Sizin dəyərli məsləhətlərinizi eşidək. Buyurun, doktor. Diabetli xəstələr nəyi nəzərə almalıdır? Mən çox xahiş edirəm. Biz efir arxası da bu haqda söhbət elədik və mən nəyi xahiş etmək istəyirəm? Mən xahiş etmək istəyirəm ki, düzdür, hamısı yox, müəyyən bir qism uçotdadır, poliklinikanın uçotdadır. Mən sizə səmimi deyirəm. Yəni, mən həmişə, məsələn, bəzən hərdən deyirlər ki, çıxıb özlərini, deyirlər də, yəni, necə deyim, bəzən elə insanlarımız olur ki, amma mən sizə inandırım. Yəni, bura çıxmaq reklamdırsa, onda mən reklamın kralını eləyirəm. Bilirsiniz necə? Biz sizə real deyək də. Təbii ki, reklam nə deməkdir? Hər bir insan öz işini göstərir də, düzdürmü? Və o biz efir arxası danışdıq ki, biz nə qədər özümüzü göstərsək də, yəni reklam o normal bir şeydir, insan öz işini göstərir. Amma, yox, təbii ki, heç bir dünyada da, baxın, mən sizə bir söz deyim, mən həyatımın müəyyən müddəti Amerikada Harvard Medical School, çox böyük bir xəstəxana var, Massachusetts General Hospital. Və orada İlhamə xanım, təsəvvür edin, niyə dünyada hər bir şey üzə çarpır, amma bizdə görsənmir. Mən sizə inandırım, əgər nəysə bir balaca bir tutalım ki, hər hansı, bax, bu türdür. Məsələn, biz talasemiyalı uşaqdan danışdıq, 4 ildən sonra bu uşağı insülindən çıxartdıq. Amma mən sizə inandırım, bu hadisə Amerikada olmuşdu, olsaydı, onu bütün bu həm efirlər də işıqlandırardı və belə deyərdi ki, bax, belə-belə. Kim bilir, doktor, mən nə bilim, hansılar regionda talasemiyalı uşağa insülin inandırım, bəli, baxın, görürsünüz. Gərək xəstə özü müraciət eləsin. Xəstə özü və bizdə
necə deyim də, yəni həmişə təvazökar həkimlər olub da, amma təvazökarlıqdan daha keçib qırağa biz çox mütaliə edib deməliyik. Baxın, adıca bu hadisə yadımızda qalsın ki, 4 illik talasemiyalı uşağın insulindən çıxmağı nə deməkdir? Və anası nə deyir? Deyir, doktor, valideynlər də, yəni imkan səviyyəsi də yəni normaldır, şükür Allaha, özlərinə görə. Yəni elə yox ki, imkanları olmayıb elə eva, yəni elə məsələ olmayıbdır. Sadəcə valideynin sözü nə olubdur? Deyir, ay doktor, niyə mənə, bax İlhamə xanım efir arxası sizin sözünüz oldu ya, niyə mənə bu sözü deməyiblər ki, gedin siz bədəndə insulini yoxlatdırın. C-peptid belə bir analiz var, belə bir insulin rezistentliyi var. Doktor, əminsiniz pasiyentin doğru danışdığından? Pasiyentin, bəli, doğru danışdığını əminəm. Niyə? Çünki gözəl bir övladı var və o övladı üçün valideyn hər şey edib də, Allah saxlasın, necə deyim də, gözü dolusu görsün, bəli. Valideynə tam arxayınam ki, hər şey eləyib, sadəcə harada eləyiblər. Valideyn neynəsin, ay İlhamə xanım? Rayon qeydiyyatında olan uşaqdır, rayonda olan, yenə də deyirəm də, bir qismət olar bəlkə həm də, mən nəinki danışaq, o bəzi pasiyentlərin, bəzi insanların sözü olmasın, məhz pasiyenti bura gətirək ki, pasiyent danışsın, valideynin sözü bəli, uçota getdim, 3 aydan bir gedirdim, ildə 2 dəfə gedirdim, amma mən... Yaşadığı yerdə səhvə yol verilibdir. Yaşadığı yerdə, bəli. Amma nə bilim... Bəli, bax, olan bir hadisədir. Alimlər, professorlar, hər bir regionlardan çıxan insanlardır. Regionlarda o qədər savadlı həkimlər. Mən həkimlər müdafiəsində deyiləm, yanlış anlaşılması. Bəli, savadlı var. Amma bəzən də pasiyentlərin yanlış anlaşılması olur, yanlış anlatması olur. Bu kimi yanaşmalar var. Amma nə gözəl ki, o vəziyyətdən çıxarda bilmişsiniz. Şükür Allaha çıxartdıq və nəyi demək istəyərdim? Yenə də mən çox xahiş edərdim ki, ildə 2 dəfə mütləq ixtisasçı nə deməkdir? Yəni ki, o, belə deyim də, yenə də deyirəm, ambulatoriya, mən də işləmişəm poliklinikada, mən o sistemi bilirəm. Orada əfsus o qədər o uçotda, onları, o qeydiyyat, necə deyim, orada daha çox administrativ, daha çox, belə pis çıxar sözümdən, bilirsiniz nəyə bənzəyir? Hələ bil ki, hər ay gəlirsən, pəncərəni döyürsən, dərmanımı verirəm, gedirəm. Bax, həqiqətən budur. Çünki mən də o sistemdə işləmişəm və orada bu cür pasiyent miqdarını mümkün deyil ki, 2 həkim 300-400, dünyada da elədir ya, yəni İlhamə xanım. Mən sizə inandırım ki, vaxt o sığorta, mən deyəndə ki, o vaxt gələcək ki, bizdə nə olubdur, o əvvəlki sistemdə daha rahat idi. Vaxt gələcək ki, siz ixtisasçının qəbuluna düşmək çox çətin olacaqdır. Çünki bu ixtisasa nail olmaq elə bir asan deyil. Yəni, həkimlər ümumi deyil. Sadəcə pəncərəni dörüb dərman alırıq, zəruri müayinələr aparılmır ki, dövlət tərəfindən axı sərt qaydalar tətbiq olunur. Xroniki xəstəliklər. Dövlət layihələri var, maliyyələşdirir, inyeksiya, dərman və s. hər bir şey təmin olunur. Ola bilməz ki, bunlar kontroldan çıxır. Yəni, xroniki xəstəliklər axı tam əməliyyatlar. Bax, sığorta tərəfindən nə ödənildi? Bu çox gözəl bir şeydir. Gəlin, yaxşı tərəfləri deyək də. Məsələn, kardiocərrahi əməliyyatlar, baş beyin əməliyyatlar, nə gözəl. Yəni, bu cür bahalı, dəyərli əməliyyatlar sığorta tərəfindən ödənildi. O çox gözəldir. Amma müəyyən xroniki xəstəliklər var. Bilirsiniz necə, o dünyada da elədir, xroniki xəstəliklər və orada, məsələn, gəlin belə deyək, baxın, biz keçən mövzuda nə danışmışdıq? Şəkərli diabetə nə lazımdır? Çink lazımdır, şəkərli diabetə müəyyən elementlər, çink, düzdürmü? Çink, şəkərli diabet. Biz bu haqda danışmamışıq. Sığorta əfsus sizin çinkinizi yoxlamayacaqdır. Çink yoxlanması şəkərlə bağlı o iri mərkəzlərdə, necə deyim də, yəni maddi imkanı yaxşı olan mərkəzlərdə baxılacaqdır. Ona görə, əgər vaxtımız... Bir şey var, doktor, mən sığortaya gedib demirəm, axı, mənə bunu yoxla. Deyirəm, o halda ki, həkim mənə yazır, onları yoxla. Həkim çox gözəl bilir ki, sığorta nəyi qarşılayır, nəyi qarşılamır. Çox az. Demək ki, siz həkim olaraq deməlisiniz ki, bax, bunu dövlət qarşılayır, qarşılamadığını get özələ. Mənə məlumatı gətir və mən sənə doğru diaqnoz qoyum. Demək ki, hardan qaynaqlanır? Yenə həkimlərdən qaynaqlanır. Doktor, dəyərli məsləhətlərinizi ötürün. Minnətdarım. Sağ olun. İnşallah görüşənək. Bəzi həkimlərdədir, doktor. Yəni... Əlbəttə, ideallıq yoxdur. Biz səhvimizdə etiraf etməliyik, düzümüzü də deməliyik. Elədir, həqiqət, mənə həkim izahını verməlidir. Bugün əgər mən kökəlməyə meyliyəmsə, niyə? Hansı mikroelementlərə görə, orqanizmdə gedən hansı disfunksiyaya görə? Mən arıqlaya bilmirəmsə, hansı əksiklik var qanımda, hansı elementlər yoxdur, hansı elementi yerinə qoymalıyım ki, mən arıqlayım? İnsulin dirəncindən, İlhamə xanım, nə qədər... Bütün sahələr də sizin sahəyə bağlıdır, ya endokrinoloji. Deyirsiniz ki, az bilirlər. Mən indiki dövrdə vaxt var, insulin dirəncinə görə pasiyent gələrdiniz sizcə? İnsulin heç vaxt.
Bir də axı insulin dirənci var. Tamamilə doğrudur və nəyin rolu var? Mütailə, demək, efirlər və düşünürəm ki, biz daha da artıq deməliyik. Amma insulin dirənci olması üçün artıq çəki olması vacib deyil. Arıq insanlarda da ola bilər. Ona görə hər bir insana məsləhətdir ki, vaxtınız varsa, zamanınız, pulunuz varsa, belə deyək, o qədər də böyük bir xərclənmir ki, nədir o maliyyəti? Belə bir Ruslan bir sözü var. Gedin yoxlayın insulin dirənci. Çünki bugünkü qidalar çox dəyişib. Bugünkü qidaların tərkibində rafinoz, şəkərlər var, hətta meyvələr belə dəyişib. Və orqanizm necə reaksiya verəcəyini bilmir. Çünki bugün orqanizm o qədər bərbad vəziyyətdədir ki, olmayan infeksiyaları görür. O orqanizmlər deyil. Olmayan infeksiyaları görürdü. Tamamilə doğrudur. Yer üzündə, kainatda olmayan yeni viruslar çıxdı ortaya. Görün, hansı zamanəyə gəldi bizim bədən. Bəli. Sağlamlıq aktualdır. Nə deyirsiniz, deyin, düzdür. Baxın, belə bir statistika var idi. O statistika mən toplamadım Azərbaycanda. Ən çox xərclənən, demək, Azərbaycanda ən çox xərclənən sfera hansıdır? Qida, dərman. Dərman. 2. Bəli. Buyurun, diabet olduqlarını bilən insanlar çox azdır. Bəli. Yəni, o insanlara tibbi sosial əhəmiyyətli və həyat tərzi demək xoşlamıram. Çünki bəzi həkimlər həyat tərzini sən bununla barır. Bax, deyirsiniz, talasimiya, üstə gəl insulin, mən bunu geri qaytarmışım. İnsanlar var ki, illərdir şəkərli diabet, 2-ci tip, 1-ci tip müalicə alır, amma bugünkü müalicə, doğru yanaşma, ətraflı, dəyərli müayinələr nəticəsində daha da vəziyyətini dəyişmiş olur. Bəzən də insanlar deyir ki, filan kəsə şəkərli diabet var, birdən mənə də keçir. O keçici bir şey deyil. O da maraqlı mövzudur, onun haqqında danışalım. Hətta ailədə belə fərdlər bir-birindən qorxur. Deyir, anamda var, mənə də keçər. Bəli, keçər, amma sənin dediyin yolla yox. Nə hava damcı yolu ilə, heç bir yolla keçməz. Çünki bu infeksiyon xəstəlik deyil, qeyri-infeksiyon. O ananın evladı sənsənsə, meyilli ola bilərsən. 100%, təbii ki. Olmaması üçün də məsləhətlərinizi əsirgəməyin. Buyurun, nə edək, nələrə diqqət yetirək? Demək, nəyə diqqət edək? Bəli, genetika vacibdir. Çünki nə qədər desək ki, genetik rol oynamır, əksər halda, bəli, genetikanı görürəm. Amma genetik son zamanlar, onu da deyim ki, genetikada olmayanlar çoxdur. Genetikada olmayanlar çoxdur. Və məsələn, ikinci tipdə danışanda biz deyirdik ki... Amma genetika sadəcə ana-ata ilə ölçülmür. Ulu babamızdan xəbərimiz yoxdur. Yox, ulu babada yox idi. Məsələn, bir pasiyentim var idi, deyirdi, valla doktor, oturub bir-bir babalarınacan, adınacan, neysə, belə bir insanlar var da, özünüz bilirsiniz, 7 əcdadını oyanı öyrənən pasiyentlər var. Məsələn, demiş ki, heç yox idi. Məsələn, indiki dövrdə nə görürüm? Cavanlarda, cavan uşaqlarda 24, 25, ikinci tip deyirdik 35-dən yuxarı. Amma indi mən nə görürüm? 28, 29, 30, 35 onu görürük. Biz nə görürük? Biz saç dökülməsini çoxlu görürük. Saç dökülməsini biz nə görürük? Düzdür, bunu androloglar danışırlar, amma bu endokrinologiyadır. İnşallah bu mövzu haqqında danışarıq, qismət olsa gələn mövzularda impotensiya görürük. Cavan uşaqlarımızda ailə qururlar. Bunlar hamısı hormonal bir proseslərdir. Yəni insult olanların çoxsu elə potensiya zəifliyinə nəzərə çəkir. Bəli, və bu maraqlı bir mövzudur. Və bilmirəm, bu haqda urologlar danışırlar. Əslində qalsa İlham xanım, bu endokrinoloji bir hormonal bir mövzudur. Bu haqda çünki biz bir qismət olar bu haqda bir danışarıq. Şəkərli diabet və sonsuzluq görürük. Yəni bu cür ailələr çoxdur. Bilirsiniz necə? Yəni biri var ki, kitabdan oxuyub gəlir. Mən nə görürəm, onu danışmaq istəyirəm. Mən insanların utandığı bir, məsələn, gedirlər tutalım ki, urologdur. Uroloji bir şey deyil, bu hormonal bir problemdir. Hormonlar düzəlməlidir. Şəkər düzlənməyən halda impotensiya müalicə olunmayacaqdır. Sonsuzluğa gətirib çıxardacaqdır. Bəli, kişi pasiyenti, biz qadınlarımız haqqında çox deyirik, gözəllik, piylənmə, nə bilim, sütun necə elə, amma kişilərimiz qalıbdır. Bizim, necə deyim də, yəni, onlarda, mən sizə inandırım, onlarda olan problem qadınlarımızda daha çoxdur. Ona görə bir mövzularda bunlar haqqında da inşallah gələcək mövzularımızda danışarıq. Kişilər qadınlara nisbətən ölümdən daha çox qorxur. Qorxurlar. Xəstəlik səbəbi ilə olan ölümdən. Yanlış anlaşılmaz. Daha diqqətlidirlər, bəli. Amma daha cəsur, daha iradəlidirlər. Bir kişiyə desən ki, bax, qarın çevrən artıb, insulin dirəncin var, onun sonunda bu dayanır və ilk sırayla potensiyanı qoysan, səhərdən axşam idman zalında yatacaq. Bir də eyni şeyi qadına denən ki, səndə problem var. Bax, bunu müalicə eləməzsən, zamanında uşaqlığı itirəcəksin. Neyirəm, uşaq doğmuşam. Yəni, bax, bu düşüncədə kişilər daha güclüdür. Ona görə
problemi də əziyyət çəkənlər kişilərdir və bu haqda Bediş Azim doktor gələn dəfə mən sizə dəvət edəcəm. Təşəkkür edirəm gəldiyinizə görə. Xoş oldu, minnətdaram. Bir daha xatırladım. Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova studiyamızın həkim qonağı idi. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında fəaliyyət göstərir. Müraciətlərinizi edə bilərsiniz. Reklamlardan sonra yenidən qarşınızdayıq. Çox sağ olun. Omid mağazalarında yeni ilin ilk endirimləri. Türkiyə istehsalı siyalı divar kağızları indi 32 manat 90 qəpiyə deyil, 25 manat 90 qəpiyə. Gülbens mistitili 37 manat 90 qəpiyə deyil, cəmi 26 manat 90 qəpiyə. Omid, xeyirli alış-verişlər.